Ramazan ayı gəlib, bunların əlinə fürsət düşür. Allahın rəhməti bu cür, Allahın məğfirəti bu cür, Quran nazil oldu bu cür, Qədir gecəsində mələklər, bəli, bunlar hamısı gözəldir, yerindədir, düzdür. Amma sən ruhani ki, minbərdə söhbət eləyirsən, bunlardan danışmalısan. Amma başqa tərəfdən də nələri deməlisən axı? Və onları niyə demirsən? Zindanda olan ruhanilər Ramazan ayında Allah, bəziləri işgəncələrdə, bəziləri Karsda, iftar vaxtında adam kövrəli həqiqətən. İftar süfrəsində otururuq, bizim dəyərli ruhani qardaşlarımız zindanlarda necə iftar elədilər? Bir mömin kimi, müsəlman kimi, bax, belə şeyləri vurğulayıram. Sən çıxmışsan Allahın rəhmətindən danışsan, Allahın rəhmətinin bir hissəsi bu da ki, sən zindanda olan ruhanilərə və onların ailəsinə qayğı göstərəsən. Deməli, qayğı göstərmirsənsə, qeyd eləmirsənsə, vurğulamırsansa, deməli, sən Allahın rəhmətin başa düşməmişsən, sən yalandan cəmaatın başını qatırsan. Onların ailələri hansı haldadılar? Bəzilərinin 5 uşağı var, bəzilərinin 3 uşağı var. Övladlarımızı yığırıq başımıza, süfrə açırıq, iftar süfrəsi. Amma din uğrunda, şiyyəçilik uğrunda, məzhəb uğrunda, haqq ədalət uğrunda zindanlarda həbs olanları gərək xatırlayaq.